Abşeronda qətl hadisəsi törədilib. Hadisə Novxanıda məhz hazırda dayandığım bu ünvanda, yəni atıcılıq yolunda qeyd alınıb. Belə ki, İsrail Moxramovla Mirəhət Məmmədzadə arasında mübahisə düşüb və Mirəhət Məmmədzadə İsrail Moxramova bir neçə bıçaq zərbəsi vurub. O aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır. Qeyd edilmiş ki, qətli törətməkdən şübhəli bilinən şəxs artıq polis əməkdaşları tərəfindən tutularaq istintaqa təhvil verilib. Abşeron rayonunun Novxanı qəsəbəsində baş verən dəhşətli qətlin yeni təfərrüatları məlum olub. Medias xəbər verir ki, atıcılıq yaşayış massivində qan içində sonlanan mübahisənin səbəbinin qız üstündə yaranan gərginliyi olduğu bildirilir. Əldə olunan məlumata görə 19 yaşlı İsrail Məmmədovla 22 yaşlı Mirəhət Məmmədzadə arasında bir müddətdir davam edən şəxsi narazılıq olub. İddiaya əsasən hər iki gəncin eyni qıza görə münasibətləri kəskinləşib. Hadisə günü onlar küçədə qarşılaşaraq əvvəlcə sözlü mübahisəyə başlayıblar. Mübahisə saniyələr içində əlbəyaxa davaya çevrilib. Şahidlərin sözlərinə görə əsəblərinə hakim ola bilməyən Mirəhət Məmmədzadə üzərində gəzdirdiyi bıçağı çıxararaq İsrail Məmmədova ardıcıl zərbələr endirib. Gənc aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Qətlin ən sarsıdıcı məqamı isə hadisənin anbanın təhlükəsizlik kamerasına düşməsidir. Kadrlarda əvvəlcə iki gəncin gərgin şəkildə mübahisə etdiyi, daha sonra qəfil hücumun baş verdiyi, bıçaq zərbəsindən sonra İsrailin yerə yıxıldığı görünür. Baş vermiş qətl barədə məlumat daxil olan kimi əraziyə polis və təcil tibbi yardım briqadaları cəlb olunub. Hüquq mühafizə orqanlarının keçirdiyi operativ tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Mirəhət Məmmədzadə saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Nizami Rəsulov xüsusi olaraq Dinas TV üçün.